ABC üçbucağında BD perpendikulardır A'ya. AF bərabərdir FY. YS bərabərdir CD və hər ikisi 6 cm. AD bərabərdir 2 olarsa AB-ni tapın. AB-yə bir x qoya bilərik. İndi ilk olaraq baxırıq ABY üçbucağına. Həmin üçbucağa diqqətlə baxsaq görürük ki, burada BF hündürlükdür. Digər tərəfdən şərt də verilibdir ki, AF ilə FY bir-birinə bərabərdir. Deməli, BF parçası eyni zamanda mediandır. Onda deyə bilərik, həm də tənböləndir. Və ABY üçbucağı bərabər yanlı üçbucaqdır. Çünki oturacağa, yəni AY-yə çəkilmiş hündürlük, median və tənbölən üst-üstə düşür. Bərabər yanlı olduğunu nəzərə alsaq, AB ilə BY-nin uzunluğu eyni olacaqdır. Yəni, BY-yə də x yaza bilərik. İndi isə baxırıq üçbucaq ABC-yə. Həmin üçbucaqdan deyə bilərik ki, BD tənböləndir. Və tənbölənin xassəsinə görə AB-nin AD-yə nisbəti bərabərdir BC-nin CD-yə nisbətinə. AB x-dir, AD 2-dir. BC-nin uzunluğu olacaqdır ümumilikdə x üstəgəl 6. X üstəgəl 6 bölünsün 6. Çarpaz vuraq. 6x bərabər 2x üstəgəl 12. Buradan 4x bərabərdir 12. X isə bərabər olacaqdır 3-ə. Biz AB-ni axtarırdıq. AB-nin ölçüsü oldu 3 vahid.